Hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Misya TV-nin efirində Zərintac Mayıs qızıdır. Ölkədə və dünyada bu saata olan ən vacib xəbərləri təqdim edirik. Azərbaycan Prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Əfv sərəncamı 200-dən çox şəxsə şamil edilib. Prezident İlham Əliyev mayın 26-sında Bakı, Şamaxı, Muğanlı, İsmayıllı, Qəbələ avtomobil yolunun Muğanlı, İsmayıllı, Qəbələ hissəsində görülən işlərlə tanış olub. Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Baş nazir Əli Əsədov Laçın hava limanına beynəlxalq status verilməsi barədə sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin razılaşdırılmış təklifləri nəzərə alınaraq Laçın rayonunda tikintisi başa çatdırılmış beynəlxalq uçuşları yerinə yetirmək üçün müvafiq standartlara cavab verən Laçın hava limanına beynəlxalq status verilsin. Sərəncam imzalandığı gündən qüvvəyə minir. Sabah daha bir 1-ci Qarabağ müharibəsi itkin şəhidi dəfn olunacaq. Bu barədə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat verib. Qeyd edilib ki, 1939-cu ildə anadan olmuş itkin şəhid mülki şəxs Əsəddin Novruzov Coru oğlu Mingəçevir şəhəri Şəhidlər Xiyabanında dəfn ediləcək. Bakı şəhəri Nəsimi rayonu Port Baku ərazisində aparılan tikinti işləri zamanı hərbi sursat aşkarlanıb. Bununla bağlı Azərbaycanın Mina Təmizləmə Agentliyi məlumat yayıb. Qeyd edilib ki, Mina Təmizləmə Agentliyi, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinin müvafiq əməliyyat heyəti hadisə yerinə cəlb edilərək əraziyə baxış keçirib. Baxış zamanı təxminən 1930-40-cı illərdə istehsal olunan bir ədəd 76 mm-lik F354 modeli olan yüksək partladıcılı qəlpəli top mərmisi aşkarlanıb. Həmin top mərmisi zərərsizləşdirilməsi üçün müvafiq əraziyə daşınılaraq partlayış yolu ilə məhv edilib. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə təmizləmə işləri aparılıb, hər hansı təhlükəli əşya aşkarlanmayıb. Ermənistanla Azərbaycan arasında uzun müddətli sülhün bərqərar olması nəinki mümkün, həm də real ola bilər. Misyas Hraparak nəşrinə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvan Dialoqu 2-ci beynəlxalq forumu zamanı çıxış edərkən deyib. Onun sözlərinə görə Ermənistan hökuməti sülh gündəmini həyata keçirməkdə qərarlıdır. Biz bu yola tam sadiqik və bütün regionda vəziyyəti dəyişdirəcək və xalqımızın gələcəyinə təsir edəcək sülh müqaviləsi və onun müşayiət edən sənədlərin imzalanması məqsədi ilə Azərbaycanla danışıqları davam etdirməyə hazırıq deyə siyasətçi vurğulayıb. Paşinyan qeyd edib ki, Ermənistan sülhün lehinə addımlar atmağa hazırdır. O, hətta mümkün təxribatlar qarşısında belə iki ölkə arasında yeni müharibənin olmayacağına əminliyini ifadə edib. Ermənistanın məqsədi qonşuları ilə qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan sabit və aydın münasibətlər qurmaqdır deyə siyasətçi əlavə edib. Rusiya prezidenti Vladimir Putin tamamilə dəli olub. Əgər o bütün Ukraynanı ələ keçirmək qərarına gəlsə, o zaman Rusiya süqutla üzləşəcəyi. Bu sözləri ABŞ prezidenti Donald Trump Truth Social sosial şəbəkə hesabında yazıb. Mənim Vladimir Putinlə həmişə çox yaxşı münasibətim olub, amma ona nəsə olub. O tamamilə dəli olub. Putin lazımsız yerə saysız hesabsız insanları qətlə yetirir və mən təkcə əsgərlərdən danışmıram. Heç bir səbəb olmadan Ukraynanın şəhərlərinə raketlər və pilotsuz təyyarələr buraxılır. Mən həmişə demişəm ki, o bütün Ukraynanı ələ keçirmək istəyir deyə siyasətçi vurğulayıb. Belə hörmətli tamaşaçılar, ən vacib xəbərləri diqqətinizə çatdırdıq. Siz isə YouTube kanalımıza abunə olmağı unutmayın ki, videolarımızı operativ şəkildə izləyə biləsiniz. Sağ olun, salamat qalın.